Ölkəmizdən ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarına yumurta ixrac olunacaq. Artıq bu istiqamətdə müvafiq prosedurların icrası həyata keçirilir. ABŞ-yə ölkəmizdən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əldə edilmiş razılığa əsasən Rusiyaya yumurta ixrac olunub, həmçinin Çinə quş əti məhsullarının ixracı üçün razılıq əldə edilib. Bildiyiniz kimi Azərbaycan artıq bir neçə heyvan xəstəliklərindən azad status almışdır və bunlardan da biri quş qripindən azad status almışdır və bu da nəticədə Azərbaycandan ixrac olunan quş əti məhsullarının ixracına bir təkan olmuşdur, yollar açmışdır. Qeyd edim ki, artıq keçən ildən etibarən Rusiya Federasiyası Azərbaycan Respublikasından ixrac olunan yumurta məhsullarına icazə vermiş, həmçinin də Çin Xalq Respublikasından, Azərbaycan Respublikasından quş əti məhsullarının ixracına icazə verilmişdir. Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan və bitki sağlamlığı sayəsində daim nəzarət aparır və ölkənin ixrac potensialının yüksəldilməsi məqsədi ilə bu sahədə sağlamlaşdırma tədbirləri həyata keçirir. Və sahibkarların da hər zaman yanında olaraq onların istehsal etdikləri məhsulların xarici bazarlara çıxarması istiqamətində də onlarla mütəmadi işlər aparılır və qeyd etmək istəyirəm ki, bu sahədə fəaliyyət göstərən bizim sahibkarlıq strukturları yeni bazarlara çıxış imkanları əldə edərkən agentliyə müraciət etməli və agentlik də bu sahədə hər zaman onlara dəstək göstərməyə hazırdır. Qeyd edək ki, Azərbaycanda istehsal olunan bəzi məhsulların ənənəvi olmayan ölkələrə ixracı həyata keçirilir.